Salam hörmətli izləyicilər, bugün sizə MİQ sertifikasiya ibtidai sinifə aid olan bir sual izah etmək istəyirəm. Qeyd edim ki, bu sual 2022-ci il sualıdır və dünən biz WhatsApp kanalımızda çətin tipli 20 sual paylaşmışdıq. İbtidai sinifə aid siz də YouTube postlarından WhatsApp kanalımda daxil ola özünüzü sınaya bilərsiniz. Əsl sınaq kimi işləyə və yazdığınız anda düzgün cavabı ilə tanış ola bilərsiniz. İkinci sualı bir izləyicimiz xahiş etmişdi. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Eyni köklü sözlərin iki dənə xüsusiyyəti var. Hansı xüsusiyyətlərdir? Birincisi söz düzəltmə olmalıdır. İkincisi isə kökü eyni olmalıdır. Kökü başqa amonim söz olmamalıdır. Kökü eyni olmalıdır. Bu iki xüsusiyyəti varsa, düzəltmə və kökü eynidirsə, onda bu söz eyni köklü söz olacaq. Üzgüçü, üzüntü, üzsüz. Bu sözlər eyni köklü deyil. Nəyə görə? Biz dedik ki, kökü eyni olmalı. Baxın, bu sözlər hər biri düzəltmədir. Üzməkdən üzgü, üzgüçü, üzməkdən üzüntü. Üzülmək sözü olmadığı üçün unutulmuş şəkilsi olur. Burada isə olur üzsüz. Nəyə görə bununla eyni köklü olmalıdır? Çünki üzgüçü və üzüntü sözünün kökü üzmək feili olsa da, üzsüz sözünün kökü isə isimdir. Yəni bu sözlərin birisi amonim oldu kökü. Eyni olmadı. Ona görə A-nı çıxırıq. Evcik, evdəki evlər. Burada evlər sözü sadədir. Biz bayaq dedik ki, mütləq düzəltmə olmalıdır. Sadə söz varsa bu cavabı da avtomatik silirik. Ovuntu, ovuşdurmaq, ovlamaq. Burada da yenə biz təhlil etsək, görərik ki, hər biri düzəltmə sözü ovuntudan, ovmaqdan ovuntu, ovuşdurmaq, yenə uçdur burada leksik şəkilçidir, bir də ovlamaq. Hər biri düzəltmə olsa da, yenə də bunların kökü eyni yox, necədir? Amonimdir. Çünki ovuntu sözünün kökü ovmaqdır, nə isə ovmaq. Ovuşdurmaq sözünün kökü isə yenə də ovmaqdır, amma ovlamaq sözünün kökü la şəkilsi adlara qoşulduğu üçün ov burada isimdir. İsim. Ona görə yenə də bu eyni köklü olmadı. Y bəndində deyilir ki, qızğın, qızdırmaq, qızsız. Bu burada da yenə görürük ki, hər biri düzəltmədə qızğın, qızmaqdan əmələ gəlib, qızdırmaq, qızmaq feilindən əmələ gəlib, qızsız sözü isə qız ismindən əmələ gəlib. Çünki s-si, su-sü şəkilçisi adlara qoşulan şəkilçidir. Biz şəkilçiyə görə ayıra bilirik ki, kökü, həmin sözün kökü feildir, yoxsa digər yəni adlardır. Ona görə Y bəndi də doğru cavab deyil. İndi biz baxaq D bəndinə. D bəndində isə deyilir ki, əlcək, sözün kökü əl, cək leksik şəkilçi, ələmək, əl sözün kökü əldən ələ, ələmək, yəni burada ə leksik şəkilçidir. Əldəki sözün kökü də əl, dəki isə leksik şəkilçidir. Üçü də düzəltmədir və üçünün də kökü əl ismidir. Buna görə cavab oldu D bəndi.